Salam əziz, hörmətli dostlar, xoş gördük. Necəsiz, yaxşısınız? Çox üzr istəyirəm yenə də. Mən iş çıxdı, getdim, iştalısı canım, biraz işlədim, gəldim. Amma gec də olsa oxuyaq kitabı. Dostlar, aleykümselam, aleykümselam. Mən icazə buyurun bu səhifələrdən əhs alın, post eləyim xidmətlərinizə. Sizlər bu səhifələri istərsiniz orada açın, baxın. Və səhifələri görün. Mən çalışıram ki, 3 səhifəni bu günləri sizin üçün göndərəm. Və indi bunu mən dana-dana göndərəndə zahirən onları başarmıram ki, axı. Dana-dana göndərim, orada siz nə cür istərsiniz, o cür baxarsınız. İnşallah. Əlbəttə, zahirən mən bir şey üzr istəmək üçün gedəndə buradan göndərmişəm. İndi gəldi ora. Əcəb, calibdir, calibdir. Mən eləyəcəm, gedəcəm bura. Mən istəmirəm, bu istoriya gedir, niyə? Mən istəyirəm ki, bunu göndərəm, bura olmasa gedim, oradan gəlim. Bilirsiniz, bu teknolojilərə burada deyilər gadgets, yəni dəmdəstgah. Bunları bilmək özü bir işdir və təəssüflə mən bunları başarmıram. Bir dənə göndərəcəyəm zahirən ki, müvəffəq olan bu işi. Tamam. İstoriya qoydum, zahirən getdilər istoriya, amma istoriyada üçün baxmaq olmur, onun üçün burada da səhvə çox ya düşmür, yaramçılıq düşür, bunu necə eləyək? Hələ yarımçılıq da olsa qoyaq, görək nə olur. Umarım ki, gəlmiş olsun, birinci səhifəni qoydum, amma yarımçılıq gəlir, mənə bağışlarsınız. Mən bu şeyləri başarmıram, yəni teknolojiləri. Başarmıram da rahatlıqdır da, bilirsiniz, adam deyir ki, başarmıram, qutarır gedir. Əslində, bəlkə istəmirəm öyrəşəm. Bəlkə də məni görsədir ki, biraz teknoloji ilə müxalifəm. Onu da görsədə bilər. Amma hər halda hələ bir məsələ gedir, doğrusunu desək. Tamam. Mən 3 səfə dostlar fikrim upload elədim, bilmirəm oldu, olmadı. Mən birini gördüm, amma o biriləri görmədim. Ərz eləyim xidmətinizə və bir də kitabı başlamamışdan qabaq bir şey ərz eləyəcəm xidmətinizə. Umarım ki, inşallah bəlkə dostlar bunu ciddi nəzərdə tutarlar və buna baxarlar. Dünyada heç bir millət, bunu yenə deyirəm, heç bir millət mütaliəsiz qabağa gedə bilməz. Və heç millət özünün
özünün milli mənfəətləri əsasında yazılmayan kitabları mütaliə eləməklə getməsi qabağa. Bunun üçün dünyada camiə-şünasi, iqtisad, siyasət, hüquq, nə desəz, hətta rəvanşünasi belə, bunların hamısı hər məmləkətin özünə bir istaylı var. Özünün bir yolu var. Məsələn, Fransa, Alman, İngilistan, Amerika, Kanada, bunları bir-biri ilə, hamısı Avropada, hamısı Məsihidirlər üst-üstə. Amma bir-birinə qoyun, heç birisində o şey ki deyilir, o birisi ilə cür gəlməz. Siyasətin tərifi, iqtisadın tərifi bir-birinə cür gəlməz. Və biz Azərbaycanlılar, türklər, İranda yaşayan türklər, o birisi türklərindən demirəm, o günəcən ki özümüz öz kitablarımızı yazmayaq və Azərbaycanlıq, türklük fikri ilə. Yəni, Türk və Azərbaycan iki əsli faktordur. Biz hər nəyi tərif eləndə hangi kəlməni ağzımıza gətirək, istirək, onu tərif edək, onun haqqında danışaq, onu əvvəlcə Azərbaycanlı adam kimi, Azərbaycanlı türk bir insan kimi onu məna eləyək, onu tərif eləyək, ondan sonra gedək qabağa. İndi dünyada heç bir hərəkəti yaratmaq olmaz. İlla ki, mən özümün təcrübəmdən deyim. Mən özüm deyirdim ki, uşaqlıqdan bu nədir olmuşdu, geçmişdi zehnimə. Mən özgələri təqlid eləməyəcəm, özgələrin kitablarını oxumayacağam, özümün nəzərlərimi deyəcəm, millət də onu biləcəklər. Amma indi birdən görürəm ki, sən istəyirsən bir nəzəri danışasan, bir milləti qutarasan məsələn. Məsələn, Azərbaycan millətinə bir xidmət eləyək. İstiqlala tərəf, hansı tərəfə desə, hüquq bəşərinə, demokrasisinə filan. Əvvəlcə kamil bunu biləsiz milli mənfəət. Məsələn, bunun Amerika verjeni ilə, hüquq bəşərin məsələn. Amerika verjeni ilə, Kanada verjeni ilə, İngilistan, Fransa, Alman, İskandinavi məmləkətləri, Rusiya və bunların bir-birinin nə fərqi var? Niyə fərqlər var? Onu biləndən sonradır ki, bu fərqlərin içindən özünün də Azərbaycanlı türk olaraq bir dənə tərif çıxacaqsan. O günəcən ki, biz Amerikanın, ya Avropanın, ya Kanadanın, ya hər yerin, Rusiyanın fikrinin altında qalmışıq, onu təqlid edirik, ya hətta İranda, biz normalda İranda pan-İranizmin fikrinin altındayıq, onu təqlid edirik, onlar yazdığı kitabları oxuyuruq, onlar yazdığı kimi düşünürük. Cəlibdir ki, biz onlar yazdığı kitabı oxuruq, istəyirik nəticə ayrı bir şey alaq. Axı, farslar deyiblər, gəndom əz gəndom beruyət covz cov. O, bizim türk şairimiz də deyibdir ki, Molla allatma məni. Onlar ki, behişdə, cənnətdə, odda yanarlar, cəhənnəmdə odda yanarlar, odu buradan apararlar. Yəni, biz pan-farsizm, pan-İranist kitabları oxumaqla siyasi, tərcümələr, xarici deyirik və kitablarda bunlar. Bunları oxumaqla Azərbaycanlı türk mənafeyinə nəticə verənmərik. İstəyirəm bunu deyəm. Onun üçün biz Fars dünyasından qırılmalıyıq və türk dünyasına qeytməliyik, kitab oxumalıyıq. Burada olan mütəxəssislərin kitablarını oxumalıyıq, düşünməliyik, görməliyik. Onlar dünyanı nə cür görüblər? Nə cür Türkiyəni ki, yıxılmışdı, işğal olmuşdu. 4-5 məmləkət Türkiyəni parça-parça eləmişdilər, yəni Osmanlını da. İşğal eləmişlər, Osmanlıdan bir şey qalmırdı. Oradan bir Türkiyə yaradıblar. Və bunu deyim, bunu da bilin, Türkiyə bu rahatlıqda yaranmayıbdır. Alman necə ki, 2-ci Dünya Savaşında bir ağır qəramətə məhkum oldu ki, dünyaya versin və onun hər nəyi vardı, fabrikasından, filanından açdılar, apardılar ki, bunlar yazıq qalsınlar, ayaq üstə duranmasınlar. Türkiyə də otur oldu, Osmanlı da otur oldu, Osmanlıdan Türkiyə. Yəni, hər adamın milyonlar dolar borcu oldu. Hər adam başı, uşaqdan ta qoca bir yaşlı adama qədər. Və Türkiyəlilər Almanlılara tayı bunu işləyib verməyə məcbur oldular. Sən əgər vətən qorursan, vətən üçün həm lazım olanda can verəcəksən, gedib yolunda öləcəksən, həm də lazım olanda gecə-gündüz işləyəcəksən, kasıb qalacaqsan,
və onu ödəyəcəksən. İndi bir dənə misal vursam bəlli olar. Onlar ki, Türkiyəni görüblər, yaşayıblar, ya orada yaşırlar. Aleykümselam. Onlara diqqət eləsəz, o evlər ki, Türkiyədə indi adamlar otururlar, onları bu filmdə sərmayədarlar ki, filmdə oturublar, o mafiyaların rəisizadı, qədim filmlərdə onlarla müqayisə eləyin. Bir 50 ilin bundan qabağı ilə, mən hünərpişələrin adı yadıma gəlmir, onların oturduğu evləri ki, filmlərdə oynayıblar, milyarder, məsələn, Türkiyənin milyarderinin bir evi var. O evin, baxın, istaylına, böyüklüğünə, kiçikliyinə, indi Türkiyədə olan normal evlərə baxın. İndi normal evlər 10 qat onlardan gözəl, göyçək, yekə düzəlibdir. Niyə? Çünki millət yavaş-yavaş istir özünə gəlsin. Yəni, borcu verməkdən qurtarır və indi yavaş-yavaş istirlər. Onun üçün dostlar, biz kitab oxumalıyıq. Azərbaycan türkü kimi kitab oxumalıyıq və türk kitab oxumalıyıq. Bəlkə türk kitabları bizi panfarsismin fikrinin altında özümüzü savadlı görməkdən qurtarar və biz vətənimizi onda görərik. Biz millətimizi onda görərik. Onun üçün mənim xahişim dostlarım budur ki, qruplar təşkil verin, kitab qrupları. Kitab oxuyun. Mən bir dana teorinin üstündə işləyirəm neçə ildir, keçən dəfə də dedim. Bunu umaram ki, bu tezlikdə əməli elərik. O da bu olacaqdır ki, məsələn, hər kəs 4 dana bu kitabdan oxusa, bağışlayın, mən kameram göydən gəldi, dəydi yerə. Gərək bunu bir dəfə dübarə yapışdıraq yerinə. Nədən bu? Bu günləri elə bir hər şey əl-ələ verirkən o söz ki sizə vermişəm onu tutamayayım. Amma o sözü tutmağa məcburam. Və umaram ki bunu qıraq. Bu tikəni nə deyirlər? Silah dubarədən başlayaq ki bəlkə eləyə bilək ki bunu düzəldək. Bu işi qoyaq yerinə bu günləri. Yoxsa olmayacaqdır. Əgər bilmirəm bu düşdü, çox da qatışdı. Umaram ki bilmirəm bağlayaq, bunu dubarədən açaq ya elə biləsi. Mənim özümün nəzərimdə var ki, bir dənə onlayn mədrəsə açaq, buna bir ad tapaq və hər kəs burada bir sahədə 4 cild kitab oxusa və 4 dənə məqalə yaza bilsə, türkcə, latin ya ərəb əlifbası ilə fərq eləməz, onlara hər o sahədə, yəni hər riştədə, məsələn, deyək ki, 8 vahid dərs qoyaq. Məsələn, türkçülük nədir? 8 vahid dərs qoyaq. Elə ki, bunu hər kəs bu 4 kitabı oxudu və bunlardan biz sonra bunlardan imtahan alaq. İmtahanda deyəndə bu da ki, soruşaq səhvədə nə var? Open book deyirlər, yəni açıq kitab oxu. Kitabları aç, oxu, buna görə bir məqalə yaz. Məqalə deyirəm, məsələn 2000 kəlmə, ya 3000 kəlmə, ya 4000 kəlmə bir məqalə istəyək adamlardan. Yazsınlar, göndərsinlər və ondan sonra bunlara bir məsələn diplom verək o sahədə. Yəni bu adamın təxəssüsü var, bu sahədə danışa bilər. Bu sahədə elmi fikirləşə bilər. İndi bu ola bilər, məsələn, türkçülük, tarix, ədəbiyyat, siyasət, camiə-şünasi, rəvabiti beynəlmiləl, strateji. Bunlar o şeylərdir ki, bu əgər eləyə bilsək bu işi görək, çox əla bir şey olacaq nəzərimə görə. O cürsü gedək. Amma dostlar, bilmirəm ki, bunu kəsaq başlayaq, çünki düşdü. Buradan bir Tazaşdan kitabı oxuyaq, ya da ki, elə davam verək. Bilmirəm, neçə dəqiqədir başlamışıq, onu da bilmirəm, dəqiqəni də tutmamışdım. Tamam. Dostlar, indi icazə buyurun bu kitabı başlayaq oxumağa. Mən
7-ci səhifəni qoymuşam ora, əgər iştibah eləməsəm. 7-ci səhifədə Gökalpın düşüncələri. Keçən dəfə yadınızda olsa oxuduq ki, bu adam çoxlu zindana düşübdür, filan bəhman və bizə bir dənə məsələ dedi. Əlbəttə bunları sonra açacaqdır. Bu kitabda o qədər bizim üçün taza məsələlər var ki, İranda heç kəs bu günəcən ya bəhs eləməyib, ya da çox az üstünəsən, ya barmaq qoymayıblar, ya da çox az buna toxunublar. Yəni bu qədər. O qədər ciddi camiəşünasi məsələlər var. Bunları gəldikcə görəcəksiniz. Gəldikcə görəcəksiniz ki, biz əslində İranda camiəşünası oxumuruq. Əslində birini biz şoseşuy məğzi oxuyuruq. Vəssalam. Çünki fəqət əqəlliyyətdən zəddən oxuruq da, əqəlliyyət olan bəhəm. Ciddi bir şeylər oxumuruq. Sonra görəcəksiniz ki, bunlar ki, burada mətrəh olur, nə deyirəm yəni, onları görəcəksiniz. Hər halda bu adam keçən dəfə oxuduq ki, hətta istədilər vəzir olsun, vəziri maarif olsun, qəbul eləmədi. Mən deyid, ustadda danışqah olacağım və danışqahda dərs deyəcəyəm. Bu getdi bir ədəbiyyat fakültəsində dərs deməyə. Gökalpın bir millət dirçəlməsi üçün tərbiyə və eğitimə hər şeydən çox önəm verir. Bəs tərbiyə və eğitim bunu çox bir önəmli bir şey bilir. Milli kültür ilə mədəniyyəti bir-birindən ayıran, diqqət buyurun, bu çox diqqət buyurun. Milli kültür ilə, fərhəng deyirlər farsıca, kültürə. Kültür ingilisdə, fransada elə bu cür işlənir. İndi biri deyir kultur, biri deyir kültür, beləsi deyir. Türkiyədə elə, türk dilinə də bu cürsə giribdir. Milli kültür ilə mədəniyyəti bir-birindən ayırır. Bizə mədəniyyət nə deyiblər? İranda o tərifi yadınızdan çıxardır. Bu, indi bunları ayıracaqdır. Milli kültür nədir? Biz Azərbaycanlı türk olaraq milli kültürümüz var ya milli mədəniyyətimiz var. Nəyimiz var? Bunları bir-birindən ayırır. Milli kültürün özəlliklə duygulardan, diqqət buyurun, milli kültürü özəlliklə duygulardan, həyəcanlar, ehsaslar, müsbət ya mənfi. Mədəniyyətin özəlliklə bilgilərdən düzəlmiş olmasıdır. Onun nəzərində milli kültür ehsaslardan ibarətdir, duyğulardan ibarətdir. Mədəniyyət bilgilərdən ibarətdir. Bilgi nə deməkdir? Bilgi ilə elmin fərqi, dostlar, burada bir işarə edeyim, sonra deyəcəkdir. Fala baxmaq, duanevistlik, bunlar məsələn bilgidirlər. Namaz bir bilgidir. İmamların adını bilmək bir bilgidir. Adamları, futbolistləri tanımaq, məşhur adamları tanımaq bir bilgidir. Amma nə dərdə deyər? Məsələn, duanevistlik nə dərdə deyər? Bizim hangi ictimai müşkülümüzü həll elər? Rəmmallıq, kəfbini deyirlər farsada, ələ baxıb talih demək. Bunlar bizim bilgidir. Yəni biz bir şey bilirik. İmamların adını bilirik, imamların zindicanlığına görə bilirik, hünər pişələri tanırıq, məşhur adamları tanırıq. Yoxdur, bunlardan bizim zindicanlığımıza nə faydası var? Bilgidir amma. Bizim nə bu dünyamıza, nə o dünyamıza heç faydası yoxdur. Fəqət eləyə bilirik, izhar-ı fəzl eləyək. Mən filan kəsi tanırım, 4 dənə uşağı var. Tamam, var ki var, nə olsun? Sənin də ya varın deyə yoxundur. Ondan nəyin əskikdir? 1000 ildir, 1400 ildir namaz qılırıq. Hamımız da başarırıq. Əlbəttə örgəşmirik, gedirik molladan soruşuruq da. Yəni, hər dəfə bu şəkkiyat bundan ötürdür. Özünə bir şeydir. Amma bunlardan bizə nə çıxır? Bu bilgidir, amma elm deyil. Bu, yəni, insanı bir addım qabağa aparmaz. Dalya aparar ki, qabağa aparmaz. Fala baxmaq da buna tayidir. Bir çox şeylər ki, biz örgəşmişik. Ədəbiyyat, məsələn, fars ədəbiyyatını bilmək. Fars tarixini bilmək. Bizi bir addım qabağa aparmaz. Dünyamıza, ahirətimizə, dərdimizə dəyməz. Bəlkə bəzi adamlar ola bilər, gedələr, müəllim olalar, pul çıxadalar. Fala baxan özü də pul qazanar. Amma fala baxanlar necə? Duanevistlər necə? Şaxsey, maxsey. Baş yarmaq. Bunlar bilgidirlər. Amma elm deyirlər. Bunları bilərik. Elə bir ki, beləsi deyim.
bir dənə piləcək varımızdır, qoyuq, badkonək, piləcək. Bu piləcəyin içinə yel doldurursan, şişir. Nə qədər şişdirirsən şiş. Nə dərd edər? Bizim beynimiz doludur dərdə dəyməz kitablarla. Dərdə dəyməz oxuduğumuz gözəl cümlələr, gözəl cümlədir. Yaxud da şeiridir, bunu deyəsən. Nə dərd edər? Yəni, Hafizi başdan ayağa bilin, Sədini başdan ayağa kəlmə-kəlmə bilin. Farsı dilində mənim kimi, bülbül kimi danışın. Ləhcəsindədir, ləhcəsi də olmasın. Nə dərd edər? Və ondan mənə bu bilgidir. Bilgi ilə elmin fərqi var. İndi burada iki dənə diqqət buyurun, sonra bunları tərif edəcəkdir. Kültür nədir? Mədəniyyət nədir? Xülasə bu tərifi bu oldu. Xülasə tərifi. Ehsaslara, duyğulara kültür deyir və bilgilərə düzəlmiş mədəniyyət deyir. Bilgi. Məsələn, Göyməçi Tankıdamanın tarixidir. Bu bir bilgidir. İndi bunları bir sonra cəlib budur ki, bu kitabda bunları dənə-dənə bizə tərif eləyəcəkdir və açıqlayacaq, misal vuracaq. Milli kültür qüvvətli, milli kültürü qüvvətli, fəqət mədəniyyəti zəif bir millətlə, milli kültürü pozulmuş, fəqət mədəniyyəti yüksək olan başqa bir millət politik mücadiləyə girincə, milli kültürü qüvvətli olan millət hər zaman qalib gəlmişdir. Diqqət buyurun, burada görün nə dedi? Milli kültür dedik nədir? Duyğular, həyəcanlar, ehsaslardır. Deyir ki, o zaman ki, iki millət gələ bir-biri ilə Farsla Türk. Türk ilə ərəb, Türk ilə ingilisli, Türk ilə amerikalı. Hər kəsi qoyun da, Türkün qabağında bir millət qoyun. Deyir, o zaman ki, bu iki millət gələrlər bir-birlərindən savaşa. İndi bu ola bilər nizami olsun, ordusu olsun, ola bilər o olmasın. Amma ya olsun, məsələn, iqtisadi olsun, siyasi olsun, fəlsəfi olsun, fikri olsun. Deyir ki, milli kültür qüvvətli olan bir millət, həyəcanları, ehsasları, duyğuları qəvi olan, güclü olan bir millət, amma mədəniyyəti zəif, yəni bilgiləri zəif olan bir millət, milli kültürü pozulmuş, indi bu bir tərəfdən, biri vardır ki, bir millət var ki, kültürü güclüdür, mədəniyyəti zəifdir. Bir ayrı tərəfdə bir millət var ki, kültürü pozulubdur, həyəcanları, duyğuları pozulubdur. İndi İranda görürsə hər şey qatışıb bir-birinə. Amma mədəniyyəti yüksəkdir. Bunlar bir-birindən toqquşmaya gəlsələr, hangi sahədə olur olsun, o millət ki, onun mədəniyyəti güclüdür, o millətə ki, onun, bağışlayın, o millət ki, onun kültürü güclüdür, həyəcanı, duyğusu güclüdür. O millətə ki, onun kültürü, yəni həm həyəcanı, ehsası zəifdir, qələb elər. Pəs, həyəcanı güclü olan millət, ehsası, duyğuları güclü olan bir millət, ayrı bir millətindən qabağa gəlsə, ki, onun mədəniyyəti güclüdür. Amma kültürü zəifdir, yəni ehsas, duyğuları zəifdir, onu şikəst verər. Buradan dərs nə çıxada bildik? Biz niyə Qacar dövründə şikəst yemişik? Buna diqqət eləməlidir ki, bir şey bizim başımıza gəlibdir. Göç-alp, batı və doğu mədəniyyətlərinin qaynağının hər ikisinin də Ağdəniz Ruma mədəniyyəti bilir. Kökünə gedir ki, bu qərbilərin doğu qərb olur da, bağışlayın, şərq, doğu. Doğu olur şərq mədəniyyətlərinin, batı və doğu. Batı olur qərb, doğu olur şərq. Deyir, hər ikisinin də mədəniyyəti, yəni mədəniyyət dedikdə olur bilgilər. Bilgiləri, fəlsəfəsi, məntiqi, düşüncəsi, forması, bunları deyək. Hər ikisinin də Ağdəniz Ruma mədəniyyəti bilir. Bunların deyir, hər ikisinin kökəsi, qərbində, şərqində mədəniyyəti Ağdəniz ki, Türkiyənin, əgər səhv eləmirsəm, güneyindədir. O deyir ki, oradan qalxıbdır. Göc-alpa görə müsəlmanlar, diqqət buyurun, bunlar çox kəlmələr diqqətli.
Gökalpa görə, yəni onun nəzərində müsəlmanlar hərəm, salamlıq, çarşaf, beçə, pençə, bağışlayın, pençə kimi görənəkləri Xristiyan Bizanslılar Məcusi İrandan almaqla ikən Batı Avropada qadınlar sosial həyata girdilər. Burada bir misal vurur ki, nə cür olur? Müsəlmanlar dalıya qaldılar. Batı, qərbi Avropalılar getdilər qabağa. O halda ki, Avropayı şərqi ilə Avropayı qərbi, yəni Doğu Avropa ilə Batı Avropa ikisi bir millətdilər, bir dindilər. Üst-üstə hökumətlərinin fərqini qoysaq kənara, sonra ideolojiləri fərqləşəcəkdir. Burada da onları deyəcəkdir. Deyir ki, bunların bununla belə ki, mədəniyyətləri birdir, amma müsəlmanlar hərəm, salamlıq, çarşaf, çadıra ki, bizim İranda çadıra, qərə çadıra, ağ çadıra falan. Qədim buna çarşaf deyirdilər də, bilirsiniz. Hətta bu şeydə də, farslarda da çarqət belə bir şey lüğət işlənirdi. Peçə kimi görənəkləri, yəni biz bunları görmüşük, tarixən gəlib bizə rəsm rusum. Xristiyan Bizansla Məcusi İrandan almaqla ikən deyir ki, bunu müsəlmanlar bunları hərəm məsələsin, salamlıq məsələsin, çarşaf məsələsin, peçə kimi, peçəni heç mən bilmirəm nədir. Bunu axtarıram deyərəm, özüm də bunu burada yazın ki, axtarıram deyərəm. Dostlardan da bilən olsa peçə nə mənədir, gözəl olar ki, bunu buyuralar ölçəşək. Deyir, bunları biz Xristiyan Məsihi Bizanslılar, Məsihi Bizanslılar Məcusi İrandan alıblar. Müsəlmanlar bunları, bu çarşafı, bu hərəmi, bu salamlıqdır, nə bilim, bunların hamısını Məcusi İrandan alıblar. Bilirsiniz, İranı müsəlmanlar, müsəlman dünyası İranı müsəlman bilmir. İranı şüubiyyə bilirlər və bunun adını Məcusi qoyurlar. Deyirlər ki, onlar İslam adı altında məcusluğu gizlədiblər. Yəni, əgər bunun üstündən mask vurublar, İslamın maskın, şiəliğin maskın vurublar Məcusinin üzünə. Alt dalda görünən əsl Məcusidir, amma üzünə bir dənə şiə niqabı vurublar, İslam niqabı vurublar. Batı Avropa, indi diqqət buyurun, qadınlar sosial həyata girdilər. Deyir, o zamanda ki, müsəlmanlar bunu İrandan aldılar, çarşaf qoydular, arvadları yığın hərəmə, fulana, bəhmana. Deyir, o zamanda Batı Avropada qadınlar ictimai, sosial ictimadır. İctimai həyata girdilər, yaşama girdilər. Fərq elədi. İrandan biz bir şeylər aldıq, Fars məcusilərdən bir şeylər aldıq. Dünya bir ayrı yola getdi, biz bir ayrı yola getdik. O zaman ki, xanımlar Avropada başladılar, ictimaya girələr, işləyələr, ayaqları üstündə duralar, bağlı olmayalar, azad fikirləşərlər, fikir öyrətələr, iş öyrətələr, milli sərmayə ürətələr, savadlanalar, məmləkətlərini aparalar qabağa. O zaman da biz nə elədik? Xanımları yığdıq xərəmə, qapısını bağladıq. Çadır çərşaf verdik, fırın başınıza, üzrə, nüqab örtünüz üzrə. Pencək bəlkə o nüqabdır. Belə xatırlayıram, amma mütməyin olmadığım üçün bilmədiyim şeyi də soruşmalıyam. Və nəhayətən belə inanır ki, türklər türkçülüklərini və müsəlmanlıqlarını qorumaq şərti ilə Batı mədəniyyətinə kəsin olaraq girməlidirlər. Diqqət buyurun, burada bir bu fikir məşrutə zamanı, yəni o zaman ki, bu adam bu fikri ortaya qoyur, o zaman məşrutədən biraz o yüz bu yüz, İslam imperatorluqları, iki imperatorluqdur, biz o birisi imperatorluq, çox üzrsə, o birisi imperatorluqlar olsalar da mənim xəbərim yoxdur. Məsələn, biz bilirik ki,
Malezi var, Endonezi var, filan var. Bunlar bilmirəm. Türkiyə Osmanlının bayrağı altındadır ya yox. Mən tarix və coğrafiya bilmirəm. Bunun üçün bilmirəm ki, orada da imperatorluq, hangi imperatorluq? Bilirəm ki, Hindistana can Osmanlının nüfuzu var idi. Hətta mənim biraz da əqidəm əcib qəribdir. Bəlkə də bir çox uzun zaman Azərbaycan Osmanlı bayrağı altında qalıbdı. Bir cəzirə kimi qalıbdı Osmanlının içində. Hətta desək, əgər məsələn Səfəvilər, filanlar, bunlar Türk hökumətlərini desək, onlar da belə bir cəzirə kimi qalıblar onun ortasında. Hər halda deyir ki, bu inanır ki, türkçülüklərini və müsəlmanlıqlarını qorumaq şərti ilə müsəlmanlar, biz türklər, bu halda ki, türkçük, bu türkçülüğümüzü qorumaq, bir də müsəlmanlığımızı, bu iki danan deyir, qorumalıyıq, saxlamalıyıq. Bununla bərabər Batı mədəniyyətinə kəskin olaraq girməliyik. Mədəniyyətə girməliyik. Batı, Qərb mədəniyyətinə, mədəniyyət oldu bilgi, ha, diqqət buyurun, ehsas duyğu yox. O mədəniyyətə girməliyik. O zaman deyir. O zamanın elmi, təcrübəsi, danışı ilə bu belə bir şey söylür. Və bu söz belə formula edir. Buna bir formul düzəldir. Nə cür özümüzü, nəyimizi saxlayaq, Qərbin nəyini alaq, ya nəyinə giraq. Yəni o atmosferə alaq da, atmosferə giraq. Köçmürük ki, ora. Türk millətindənim, İslam ümmətindənim, Batı mədəniyyətindənim. Bir dənə formul düzəldir, 3 kəlmədən ibarət. Müsəlmanam, Türkəm əvvəl, hər şeydən öncə. Baxın, tərtibi kəlmələrə diqqət buyurun. Mən əvvəl Türk olmalıyam, sonra müsəlman olmalıyam, sonra Batının mədəniyyətini almalıyam. İndi deyəcək ki, müsəlmanlığın nə iradları vardı, türkçülükdə də nə iradlar vardı, onları bir-bir bizə camiə-şünas kimi deyəcəkdir. Gökab, Marks və Durkheim'in teorilərini araşdıraraq Marks'ın yanlışlıqlarını ortaya qoyur. Burada iki dana nəzəriyyədən danışır 100 il bundan qabaq ki, bilirsiniz bizim indi feylən Marks'dan İranda danışmaq o qədər şeydir, amma Durkheim İranda bazardadır. 100 il bundan qabağın nəzəriyyələridir bunlar. Bunu diqqət eləyək. Bunlar indi dəyişmiş, yəni bunlardan yaxçı nəzəriyyə gəlmiş ola bilər. Bəs gəlir bu Marksla Durkheimi bir-birinin qabağına qoyur, müqayisə edir və buradan Marksın iradlarını göstərir. O Marksa irad tutur. Marksa görə yalnız ekonomik olaylar gerçəkdir. Bilirsiniz, Marks deyir ki, əsas, hər şeyin əsası iqtisad, ekonomidir. Yəni payası odur, bünövrə odur. Onun üstündə nə görürsünüz? İnsan, arvad haqqı, kişi haqqı, uşaq haqqı, azadlıq, demokrasi, din, gəlgət, familli, xanəvadə, ailə, millət, dövlət, bunların hamısı bağlıdır iqtisada. İqtisad onu şəkilləndirir. Digər sosial qurumlar, sosial dedik ictimai, ya toplumsal qurumlar olur nəhad, sazman, təşkilat. Digər sosial qurumlar gerçək olmadıkları kimi, Marks deyir ha bunu, olay belə deyildir. Deyir ki, Marks deyir ki, o birisi qurumlar, dedim, din, fərhəng, hünər, ailə, xanəvadə farsça, ailə, toplumsal ilgilər və deyir, bunların heç birisi gerçək deyil, həqiqi deyil, vaqei deyil. Bunlar ancaq ekonomik olayların sonucları. Bu dediyim saydıqlarım, bunlar deyir ki, ekonominin, iqtisadın nəticəsidir, sentezidir. Tez, antitez, sentez. Tez o şey ki mövcuddur. Məsələn, iqtisad. Onunla məsələn bir rabitələr qurulur, ailə rabitəsi, ekonomi yaranır, bağışlayın, ekonomi deyirəm, fərhəng yaranır, mədəniyyət yaranır, mədəniyyət məsələn, hala indi burada bir tərif edir, şəhər yaranır, memarlıq yaranır filan. Bunların hamısı onun
sentezidir. Bunlar bir-birinin qabağına gəlirlər, nəticəsi olur o. Sonucudur hər halda. Sonuc olur nəticə, tüccə. Karl Marx bu təkəlciliyi, inhisarçılıq. Təkəl, mən bunu dostlardan soruşdum, öyrəndim. Təkəl olur inhisar. Məsələn, deyirlər ki, inhisarı doxaniyyat İranda ha vardı. Əl'an ki, çox inhisar vardı. Yəni, inhisarı şəkər filan kəsin əlindədir. Xurma, sadirat, varidat, maşın. Bunlar bir nəfərin əlindədir. Dolar alıb pozmaq, o da bir nəfərin. Hərəsinin bir şeyi var da, bilirsiniz, şahzadəsi, şahı var, nəyi vardı? Onlarda. Deyir ki, bu təkəlçilik. Hər işdəki inhisar oldu, hər bir şeydəki inhisar olduğunu təkəlçilik deyirlər. Məsələn, zənciri məğazələr təkəlçilikdir. Bunu da onun üstünə qoyaq. Bu təkəlçilik, yəni inhisarçılıq, teori ilə birlikdə pratik alanında da axtarmaqla ikinci bir xətaya düşmüşdür. Deyir ki, nəzəri şeyi var ki, iqtisad hər şeyin köküdür. Bu bir iştibah da eləyibdir Marx. Bir xəta da eləyibdir. İştibah da demir. Xəta eləyibdir. Və pratik alanda, yəni pratik də olur əməl. Bu da ingiliscədən, fransızdan gəlmə bir lüğətdir, latin lüğətdir. Pratik olur əməl. Əməl alanında, yəni əməl meydanında, alan da olur meydan. Əməl meydanında deyir, bu xətaya, bu üçlərdə xətaya düşübdür. Onu gətirib deyib ki, əməldə də bu cürdür. Məsələn, deyir ki, məsələn, inqilab nədir olar? Təbəqi kargər gərək gələr, qudrəti ala, diktatoriyə kargər qura və sonra bir hökumət qura falan, bunları deyir. Marxa görə xalq yalnız işçi sinfindən ibarətdir. Deyir ki, burada şey deyir, bizim kök alt deyir ki, Marxın nəzərinə insan dediğin, xalq dediğin ibarətdir kargərdən, işçilərdən. Kargər də işçi. İşçilərdən ibarətdir. Ondan sonra nə mənə o birisi siniflər var? Bunlar xalqın düşmənidir, aradan getməlidir. Onun başında idarəçilər, idarələrdə işləyənlər, karimətlər, ordu, müəllimlər, ustad danışqahlar, danışçılar, baznişəstələr, yəni türkçəsi yadıma düşsə indi deyərəm. Ərz eləyim xidmətçə. Bunlar deyir, bunlar şeydilər. Olmamalıdırlar. Yoxdular. Əslində deyir, yoxdur. Onlar xalqı deyirlər. Bəlkə xalqın düşmənidirlər. Buna görə işçi sinfi digər sinfları ortadan qaldırmaq zorundadır. Buna görə deyir, çünki əsl və əsas işçilərdilər, kargərlərdilər. Kargərlər gərək bir diktatorluq qoyalar. Burada bürokratları, idarə işçilərin, məsələn, ordunu, ordudakı olan adamları, müəllimləri, filanları, zatları, hər bu cür bir şeyləri, o birisi sinfləri, dedim, retire olmuş, qocalmış insanları, bunları gərək aradan qaldırarlar. Uşaqlar da bu arada var, bilirsiniz, uşaqlar da işləmirlər, işləmək üçün bu təbəqədə olmur. Xalq hesab olmurlar. Bəlkə düşməni xalq hesab olurlar, çünki xalqın işlədiyini yeyirlər də. İranda bilirsiniz, xanımlar da işləmədiyi üçün bunlar da ailə hesab, əyal hesab olur da, yəni uşaq kimi bir şey hesab olurlar, onların da xərcin kişilər verirlər. Bu şeyin üzünə o xanımlar da ki işləmirlər, onları da Marxın nəzərində həsf eləməlidir. Ortadan qaldırmaq, yəni götürmək da, onu aradan aparmaq. Məsələn, fikir edin ki, burada 3 dənə istikan var. Mən birini ortadan qaldırıram, qoyuram kənara, yox oldu da, bu getdi da. Halbuki, xalq toplum anlamı daşıdığından hüquqca bir-birinə eşit olmağı qəbul edən bütün sınıfların toplamı deməkdir. Diqqət buyurun, xalqdan bir məna verir. Xalq nədir? Millət nədir? Millətə bir məna verir. Millətin anlamı. Dedi ki, Marx deyir ki, xaricəlilərdən sonra heç zət millət hesab olunmur. Xalq hesab olunmur. Deyir ki, xalq toplum yəni ictima.
camiə. Top bilirsiniz, top bir yumaq top. Bu bir şeydir ki, bunun içində çoxlu bir şeylər vardır. Ona deyirik toplum. Toplum hər kəs ki, məsələn, deyək Türk toplumu, Azərbaycan toplumu, Türkmən toplumu, məsələn, belə misal vururam ki, bunu şeyə salam. Təbriz toplumu, Ərdəbil toplumu, toplum bu bir şəhər toplumu olur məsələn. Toplum bunun içində yaşayan tamamilə binalar, xiyabanlar, maşınlar, adamlar, bunlar hamısı toplumun bir parçasıdırlar, amma adamları çox önəmlidir ta o. Bəli, o binalar olmasa, o xiyaban olmasa toplum da ola bilməz. Mən bunu özümdən dedim. Bunun nəzəri deyil. Deyir, o zaman xalq bir toplum hesab olar, ictima hesab olar, camiə hesab olar ki, toplum anlamın, ictima anlamın daşıdığında hüquqca, qanunda bir-birinə eşit. Eşit yəni bərabər. Türkcəsi bərabər. Bilirsiniz, məsələn, Türk dilində arvad demirlər, əşim deyirlər. Arvadım, xanımım demirlər, əşim deyirlər. Yəni mənlə bərabərdir. Fərqi yoxdur. Aşağı üst deyil. Xanım deyəndə əlbəttə biraz tarixi bir kəlmədir, üstün gəlir. Deyirik ki, mənim xanımım, filan kəsin xanımı, xanım, xan, xanım. İkisinə də xan işlənirmiş. Yəni demək olar əslində həm xanıma, həm qadın tayfasına, xanım tayfasına, həm də kişi tayfasına, erkək tayfasına xan deyiləndə, yəni yüksək bir ad verirsiniz. Məsələn, burada İngilisi şeydə sır məsələn. Məsələn, bizim İranda öyrəşdiyimiz məsələn çünki Ali Cənab Həzrət ərəbcə məsələn o bu eşit kəlməsini arada gətirmir. Amma burada gətirir. Xan və xanım o mənanı gətirir. Deyir ki, pəs hüquqda gərək bir o toplumda olan insanların hamısı. Bəzi adamın bir dəlildən dolayı beynində müşkülü var. Bəzi adamın bədənində müşkülü var. Bəzi adam təsadüf edir, bu günə düşür. Belə bir hala gəlir, işləyə bilmir. Adamlar qocalırlar, adam uşaq olur. Və minlər bir şey ki, adam eləyə bilməsin, işləsin. İşçi o işçi sınıfından çıxır. Amma bunlar insandırlar və toplumda yaşırlar. Deyir, bu toplumda yaşayan insanlar bir-birləri ilə eşit olmağı qəbul edən, yəni bu eşitliyi, bərabərliyi qəbul eləsələr, fars ilə türkün fərqi yoxdur, insandır, bunu qəbul eləsələr, sınıfların toplamı deməkdir. Onda bu olar ki, bunun içində dəmirçisi də var, nəccarı da var, bənnası da var, müəllimi də var, kargəri də var, karfərması da var, mühəndisi də var, döhdürü də var, mollası yoxdur. Çünki molla iş görmür. Hətta molla da bir növ servisdir. Da bilirsiniz, mollalar da bir də insanlara servis verirlər. Bizim nəzərimizdə mümkün bu servis düz olmuyor. Amma o da bir servisdir. Məsələn, elə bir əlbəttə bunu misal cür gəlmir. Məsələn, müəllimlər İranda yox ha. İranda keçən 100 ildə müəllimlər camiəni dəyişdirə bilməyiblər. Bu bir vaqiqiyyət. Yəni biz keçən 100 ildə dalıya getmişik. Hər cəhətdə müəllimlərimizin əlindən gələn budur. Çünki müəllimlərimiz müəllimlik eləmirlər. Məsələn, ruznameniqarlar burada deyəcəkdir ruznameniqarlar niyə işləyənmirlər. Ruz deyir ki, o adamın ki arımanı yoxdur xalqı üçün, milləti üçün ruznameniqar olmamalıdır. O adamlar ruznameniqar olmalıdırlar ki arımanları var, idealları var millət üçün. Diqqət buyurursunuz. Onda fərqi. Azərbaycanda bu günləri ruznamələr görürük, heç saat yazmırlar. Mən orada olanda da yazmırlar. İndi də baxanda adam ürəyi qalxır. Hərdən özümüzü xoş eləmiş, orada bir türkü şeir çap eləyiblər. Nə şeiri çap eləyiblər bəllidir. Şairlərimizə tohin eləmirik, amma vaqiyyət budur ki, bizi bu şeirlər nə qədər qabağa aparıb keçən 100 ildə onu gərək görək. Biz hələ müstəmirik yox. Pəs Marksa 2 dənə irad çıxartdı və bunu dedi ki, toplumda hamı bərabər qəbul eləsək ki, hamı hüquq qanun qabağında bərabərdirlər. Onda tamam sınıflar, işlər vardı. Onların hamısı
toplum deməkdir. Durkheim nə deyir? İndi buraca Marx'ı deyirdin, Durkheim'i deyir, Durkheim'in nəzərini qəbul edir Gökalp. Deyir ki, Durkheim'in qurduğu sosiolojiyə görə, sosioloji olur ulum ictimai ya cami şünasi. Sosioloji, sosio-camiədir, loji oxumaq, onu mütaliə eləmək. Oxumaq da yox, mütaliə eləmək. Mütaliəni də nə cür deyək, türkcə desək, Azərbaycan, Şimali Azərbaycanda tədqiqat deyirlər, yəni diqqət eləmək bir şeyə, diqqət ilə onu araşdırmaq. Türkiyədə bu günləri ona araşdırma deyirlər. Araşdırma elə bəllidir də, beləsi gərək əli bundan hey qurtdalayəsən, bunun içindən görəsən ki, nə var, nə yox, ona araşdırma deyirik. Elə bir dənə kələf düyün düşübdür. İlm əhsalanlar bunu yaxşı bilər ya o şeylər. Bu düyünü aşmaq, araşdırmaq lazımdır. Bunun görəsin nədir? Tədqiqatda diqqətli olmaq deməkdir. Diqqətli olaq, gözümüzü, qulağımızı, hər huşumuzu verək, onu tapaq. Bu da tədqiqatdır. İranda təhqiqat deyirlər, yəni həqiqət tapmaq. Həqiqət nədir? Hər kəsin gözündən, hər kəsin mənfəətindən həqiqət fərqli ola bilər. Amma araşdıranda orada həqiqət axtarmırsan. Orada o şey ki, orada da onu axtarırsan. Sənin gözündən tapdığın olacaqdır bir şey. Bir ayrı adam da həman axtarsa bir ayrı bir şey tapa bilər. Ya ayrı onu tapa bilər. Ya əslində tapar ki, sən tapanmamısan. Tədqiq də buna fərqli. Fərqli kültürlər dedim, mədəniyyət fərqli olduğu üçün, kültür fərqli olduğu üçün kəlmələr fərqlidir. Kəlmələrin də anlamı yetirir. Dedim, baxın, 3 dənə kəlməni işləyir. Biri təhqiqdir, biri tədqiqdir, biri də araşdırma. Görün ki, 3 dənə mədəniyyətin, 3 dənə kültürün fərqini göstərir. Biri fərz edir ki, hər şey həqiqətdir, elə o baxdığı həqiqətdir. Onu ya sabit eləyəcək, ya rədd eləyəcəkdir. Biri deyir ki, yox, mən bu şey ki görürəm, bu nədir əslən? Buna diqqət edeyim, bunu düşünüm. Biri də deyir ki, mən bunu araşdırırım, bu nədirliyin şimdi yox. Mən araşdırırım, görüm bundan nə çıxar ya, nədir? Deməklara baxmayayım. Fərqləri buradadır. İndi Durkheim'in nəzərində, sosiolojisində, camiəşünasisində, toplumsal elmində, düşüncəsində belə bir təkəl doğru deyildir. Təkəl dedik inhisar. Marx'ın inhisarı ki, dedi, iqtisad bünövrədir, əsasdır və heç zat yoxdur və xaricilər də, pratikdə də olur xaricilər. Xaricilər o birisi sinifləri aradan aparmalıdırlar. Deyir ki, Durkheim bunu qəbul eləmir. Deyir, bu doğru deyildir. Təkəl, inhisar. İnhisar doğru değildir. Doğru değil, yani düz değil. Ekonomik olayların digər sosial olaylardan heç bir üstün tərəfi yoxdur. Ekonominin pəs o birisi olaylara heç üstünlüyü yoxdur. Üstün demək, yəni bərtəri farsça. Heç üstün deyil. Ekonomi əsasdır, o birisilər fərq edilər. Ekonomi binövrədir, o birisilər yox, deyir, bunu qəbul eləmirəm. Düz deyil. Ekonomik qurumlar necə ki bir olay və bir gerçəksə din, əxlaq, estetik və bənzəri kimi digər sosial qurumlar da birər doğal olaydılar. Birər olur hərəsi, tək-bətək. Mənim burada çox kiçik görsəniz, bunu biraz da yekəldim ki, özümdə görə bilim, oxuya bilim. Deyir ki, ekonomik qurumlar, dedim da, deyir ki, gerçəkli deyir, o yox. Deyir, elə ekonomik qurumlar necə ki, bir olaydır, bir gerçəkdir. Bir olay olur, hadisə, ittifaq, bir şey ki, üz veribdir. Gerçəkdir dedik da, olur həqiqət, vaqiiyyət. O ki, gözündən görünür, ha. Bu da gerçək ibarətdir belə bir şeydən. Deyir, elə ona tay, iqtisada tay, din də, əxlaq da, diqqət buyurun, estetik. Estetiki indi özü məna eləyəcək, amma mən burada deyim. Hünər, incə sənət. Farslar hünər deyirlər, türkçədə incə sənət, latin dillərdə estetik. İstatistikdən fərqi var. İstatistik yəni amar, ya istatik. Amar, estetik, yəni hünər. Və bənzəri kimi digər sosial qurumlar, dedim, nəhadlar, farsça nəhad deyilir buna. Qurum, türkçədə qurumlar.
birər hərəsi doğal, təbii olaydılar. Diqqət buyurursunuz, baxın kəlmə, gerçək, filan, görürsünüz nə gözəl. Kəlmələri belə həqiqət demir. Gerçək, doğal. Mən dilçi deyiləm. Onun üçün məsələn bunun kökü hardan gəlir, bunları danışmaq haqqım yoxdur. Amma nəzərimə gəlir ki, doğal doğ kəlməsindəndir, doğmaq kəlməsindəndir. Yəni doğur. Doğal da olur təbii. Yəni doğma halında, əsas halında. Mən dilçi deyiləm, amma bunları məndən o cürsə qəbul etməyin. Bu sonuçları əşyanın kölgələrinə bənzərədərək kölgə hadisələr deyə anlattırmaq objektiv gerçəklikdən ayrılmaq deməkdir. Deyir ki, Marksın nəzərində iqtisad payadır, əxlaq, din, o birisi bir şeylər, hünər filan, bunlar hamısı kölgədir. Belə, indi burada bunu bu mənada gətirir. Durkheim. Durkheim deyir ki, biz əgər iqtisadı əşyanın kölgələri kimi bənzədək olaraq, onlara bənzər kimi ya bunlara bənzər kimi bir şeylərə bənzədək, ya kölgə kimi bunu görək, deyir onda biz gerçəklikdən uzaq olarıq, vaqiqiyyətdən uzaq olarıq. Objektiv bilmirəm nədir. Baxaram deyərəm, yazım. Neçə dəfə oxumuşam, amma yadımda qalmır. Yəni mənim birası Objektivdən gələcəkdir qaidətən. Objektiv olur maddi bir şeylər. Bəli, o deyil, tüccəsinə gərək baxaq, görək ki, onu alıblar, ya ayrı bir şeydir. Bu günlərdə İranda bunlar çox işlənir, yəni savad əlaməti görsənir. Amma oracan ki mümkündür biz savadı ya bəzi lüğətləri sadə eləməliyik ki, millətimiz sadə düşünsün. Hər halda bildiyim şeyləri deyəcəm, bilmədiyim şeyləri də biləcəksiniz ki, bilmirəm. Mən də demirəm, hər şeyi bilirəm. Bununla bərabər Durkheim də bütün sosial olayları bir tək əslə yendirir. Deyir ki, bununla bərabər ki, Marksla müxalif görür və deyir ki, iqtisad əsl və o birislər kölgə deyil. Amma yenə də bu da elə bir dənə əslə bağlıdır hamısını. Durkheim də bunların hamısını bir əslə bağlıdır. Bu tək əsl kollektiv təsəvvürlardır. Durkheimin də budur. Deyir ki, bir dənə kollektiv təsəvvürlar var. Diqqət buyurun, bu çox mühümdür. Kollektiv olur cəm'i. Ərəb kəlməsi cəm'i. Toplumsal tüccəsi. Kollektiv, ya toplumsal, hamımızın bir təsəvvürümüz var zehnimizdə bir şeyə görə. Durkheim də buna bağlıdır ki, o zaman ki toplum ya xalqı mənə edirdilər da üstə. Xalq ibarətdir toplumsalın təsəvvür, ya xalq yox, məzərət istəyirəm. Əsas. İqtisad, orada dedi iqtisad, bu da deyir yox. Bu şeydir. Kollektiv təsəvvürdür. İnsan, bir toplumun hamısının müştərək təsəvvürü nədir? O kollektiv, cəm'i, toplumsal düşüncə, təsəvvür də olur o şey ki, bizim zehnimizdə var, fikir edirik ki, eşikdə var ya yoxdur. O təsəvvürdür da, biz zehnimizdə bir şey var, bilmirik eşikdə var ya yox, ya hətta bilirik var ya yox, ona təsəvvür deyirik, zehnimizdədir. Zehnimizdə olan, fikrimizdə olan, beynimizdə olan, ağlımızda olan düşündüyümüzlər, bunlara kollektiv, toplumsal bu cür düşünsək, indi biz türklərə belə bir, İranda yaşayan türklərə belə bir kollektiv, özlərinə görə bir şeylər var ki, mən türkəm, yoxsa biri deyir mən türkəm, o birisi deyir mən Azəriyəm, o birisi deyir mən Qəşqayiyəm, o birisi deyir mən Xorasan türkiyəm, o birisi deyir mən yəni bir kollektiv türk millətçiliyimizə varımız mı? Kollektiv təsəvvürlər Marksın zənnicə sosial həyatda etkisi olmayan kölgə olaylardan ibarətdir. Marks deyir ki, Marks kollektiv təsəvvürləri, o toplumsal düşüncələri
Marksın zənnində də, zənni də olur Marksın fikrinə əsasən. Zənn ola bilər düz olsun, ola bilər qələt olsun. Zənni kəlməsinin anlamı budur ki, bu adamın fikri ola bilər düz ola bilər qələt ola. Bəlli deyil hala. Çünki bilirsin, teoridir da, teoriya, nəzəriyyə, yəni bu adamın bir dənə fikri var. Onun üçün deyir, onu zənnicə. Sosial həyatda etkisi olmayan kölgə olaylardan ibarətdir. Pəs bu, deyir ki, toplumsal düşüncə kölgədir. Beləsi. Əksinə olur tərsəsinə. Ya ziddinə. Əksinə, bütün sosial yaşantımız bu təsəvvürlərin etkilərinə görə biçimlərini alır. Deyir, amma onun dediyinin tərsəsinə, yəni Marksın dediyinin tərsəsinə, əksinə, bütün sosial yaşamımız, yəni yaşantımız, yəni yaşayışımız, ictimai yaşayışımız, toplumsal yaşayışımız bu təsəvvürlərin etkilərinə görə biçimlərini alır. Deyir ki, bu təsəvvürümüzdən ibarətdir. Yəni biz onlar nədir olsunlar, nədir olmasınlar bu ictimai həyatımız bizim o təsəvvürümüzdən qaynaqlanır, düzəlir. Mən çox yavaş gedirəm, beləsi getsəm çox uzun çəkər. Məsələn, kollektiv vicdanımızda Türk millətdəniz. Biz Türklərdən danışır, Osmanlı dövründən sonradan. Deyir ki, biz kollektiv vicdan. Vicdan nə deməkdir? Vicdanın iki dənə mənası var, mən birini qəbul eləmirəm. Vicdan ərəbcə kəlmədə tapmaq. Hardan tapırıq biz? Vicdan dediyimiz nədir dostlar? Vicdan o şeydir ki, bizə bu camiədəki doğuluruq, orada onu öyrədirlər. Dədə-nənəmiz mədrəsə, kitab, film, sinema, serial, musiqi, bu, bizə bir şeylər öyrədirlər. Ona biz vicdan deyirik. Bizim əgər bir şey iş görək ki, onunla müxalif olar, vicdanımız ağlar. Yox, olmaz ağlamaz. Bəzən də görərik, öz mənafeyimiz üçün olduğu vicdanımızın ayrıqında olmaz. Məsələn, o adam ki, öz oğlunu öldürmüşdü, deyirdi, vicdanım ağlamır. Niyə? Çünki mənfəəti oradadır. Vicdan müştərək bir şey deyil. O ki, bizə deyirlər. Camiədən də camiyə, toplumdan topluma, məmləkətdən məmləkətdə, dinli məmləkətdən dinsiz məmləkətdə, dinlərin fərqli olan dinlərdə fərqli olar. Hər insan özünə görə bir vicdanı eləyə bilər. Mənim vicdanım sizlə fərqli olsun. Məsələn, mən mötəqidəm xanımlar kişilərlə bərabərdirlər. Heç haqqı yox. Xanımlar gərək işləyərlər kişilər kimi. Kişilərin haqqı yoxdur. Xanıma pul verərlər. Minnət qoyarlar. Xəşdiq verərlər. Xanımları alalar. Dədə-nənənin haqqı yoxdur. Xanımı satarlar. Mən deyirəm satırlar. Adamlar deyirlər yox satmırlar. Kəbindir, mehriyədir, filan. Yox, mənim nəzərimcə satdıqdır. Çünki qiymətim elə üstündə danışırlar. Bəzi adam bunu doğru bilir. Hətta mən xanımlarla, çoxlu xanımlarla danışıram. Deyir ki, yox, gərək olar. Amma gərək olar, yəni elə bir ki, bir dənə xanımı, bir dənə bu telefonu qoymuşuq, getmişuq bazarda alaq bunu. Telefon satandan deyir ki, 10 milyon tümən. Deyirəm, bunu ver 980 min tümənə. Olmaz. 20 min tüməni çıxmıram. Xanımda da o cürdür. Gedirsən orada deyir ki, məsələn, bunun mehriyəsi 1380-dir. Valla, ya məsələn, 5000, 7000, neçə min, falan 80. Ya, indi yazıqlar olar ki, 1400-də olublar. Onların ki, hamısı 1400 sikkə məsələn, falandır. İndi gəl bunu deyincə 1399-dan yox olmaz. Burada tartışırıq da üstündə. O deyir, bu qızılı alacaqsan, o paltarı alacaqsan, bunu yazdıracaqsan, onu yazdırmayacaqsan, evi olacaq, olmayacaq filan, bəhman. Əslində biz qızı satırıq, şəraitin danışırıq. Satma şəraiti. Maşın kimi. Getmişik maşın olaq, danışırıq şəraitin, bunu da danışırıq. Bu vicdanlar fərqli düşünür. Görürsünüz, burada, məsələn, indi biz birinə desək ki, sən xanımının maliki dəyirsən, uşağının da maliki dəyirsən. Canının maliki odur. Eləyə bilər səndən qala, eləyə bilər qalmaya. Eləyə bilər səndən otura, danışa, eləyə bilər oturmaya, danışmaya. Eləyə bilər səndən bir otaqda qala, bir yataqda qala, eləyə bilər qalmaya. Eləyə bilər yataqda qala, amma vəsətdən deyək ki, buradan bizə gələnməzsən, sən onu geçənməzsən. Əgər bizdə belə düşüncə olmasa, hankımızda olmasa, məndən fərqli düşünür. Bəs vicdanlarımız fərqlidir.
O istədim vicdan kəlməsini deyəm ki, vicdan mənim nəzərimdə insandan insana, toplumdan topluma, bir dindən ayrı dinə fərqli olur. Hətta dildən dilə fərqli olur. Bir dənə mən misala həmişə vuraram. Biz məsələn İranla Əraq savaşanda o 8 ildə İrandakılar uşaqları öləndə deyirdilər şəhid. O tərəfki müsəlmanları öldürəndə onlara deyirdilər ki, cəhənnəmi. Dərəcə düşdü. Nə bilim, pis lüğətlərinə. Özlərinkinə şəhid deyirdilər. Niyə? Çünki özününküdür. Bu da müsəlman, o da müsəlman. Bir-birini öldürür, amma bir-birinə o deyir. Onları da buna cür deyirlər. Ərəblər də, Əraqlılar da özlərinin ölənlərinə şəhid deyirlər. İrandakılarına ölənlərinə deyirlər ki, cəhənnəmə getdi. Biz onları öldürəndə sevinirik. Yəni, onlar ki, cəngə getmişdilər da. Onlar da bizi öldürəndə sevinirdilər. Biz Nayrıhan, məsələn, İranlar Nayrıhan olmurlar. Əraqlılardan bu günləri 10.000 dana öldürdük, 5.000 dana öldürdük, 3 dana öldürdük. Onlar da Nayrıhan olmurlar. Biz bir belə öldürdük İranda. Yox, vicdanları Nayrıhan olmurdu. Çünki vicdanı əsli mənfəəti millidir. Bizim Azərbaycanlılar və Türklər İranda milli düşüncəmiz yoxdur. Bunun üçün biz məsələn şəhidimizi özümüzə çıxaq, İrana çıxaq, hələ bunu bilmirik. Şəhid varımızda yox. Bizdən ötürü şəhid olur, ayrı bir şeydən ötürü şəhid olur. Bizim Türk millətinin yolunda ölür, yoxsa bir ayrı millətin yolunda ölür. Axı bunun hangisine görə mən şəhid deyim bunu? Hələ biz bunu o şeyə yetişməmişik, o düşüncəyə yetişməmişik və burada müşkülümüz var. Şəxsi düşüncələr, mənim kimi, şəxsi düşüncələr, mən düşünürəm də, yəni bunlar, genə də mən burada düşünmaqla, məğzinlə, zehnin, bunların ayırmışam, özümə görə ayırmışam. Bəlkə də dünyada bir ayrı cür düşünürlər, mən də bir ayrı cür düşünmüşəm. Mən bəzən bunları özümü deyəndə deyəcəm, bu mənim düşüncəmdir. Kitabın içində deyəndə deyəcəm, kitabın düşüncəsidir. Şəxsi düşüncələr, mənim kimi, gerçəkdə toplum üzərində heç bir etkiyə sahib deyildir. Deyir ki, şəxsi mənim düşüncəm, gerçəkdə, vaqiyyətdə toplum camiənin üzərində, üzərində görürsünüz nə gözəl kəlmələrinlə oynur. Bir kəlmə 2 dəfə təkrar olmayıb bu səfədə. Diqqət buyurun. Çox qəni dildir, əcib qəni dildir. Heyf, biz bu dili başarmırıq. Heyf. Heç bir etkiyə sahib deyildir ki, mənim şəxsi nəzərlər topluma heç təsir qoymaz. Heç bir etki, əsər olur. Etkiyə sahib deyildir. Fəqət şəxsi düşüncələr sosial gücə dayanaraq kollektiv bir təsəvvür keyfiyyəti qazandığı zaman sosial həyatda böyük bir etken olur. Diqqət buyurun, həm kəlmələr gözəldir. Axı, bu türkçəni mən niyə öyrəşməmişəm? Allah məni belə günə salanı görüm neynəsin. Fəqət şəxsi düşüncələr, mənim düşüncəm kimi, sosial gücə dayanaraq, ictimai bir gücə, ola bilər ordu, ola bilər dövlət, ola bilər qanun, ola bilər müəllimlər, yəni mədrəsə kitabları, danışqah kitabları, danışqahdır sistemi. Bunlar o gücdürlər, onlar gücdürlər. Hətta sərvət gücdür. Ya yuxarı bir təxəssüs sahibi olmaq, yuxarı, taysız. Ki, deyərəm, filan kəsin bu sahədə sözü kəsər. Gerçəyə dayanaraq kollektiv bir təsəvvür keyfiyyəti, müştərək bir təsəvvür yaratmaq üçün qazandığı zaman, yəni baxın deyir ki, şəxsi adamların fikri camiəni dəyişdirməz. O zaman dəyişdirər ki, bir ictimai gücə dayana, sosial, toplumsal gücə dayana, o toplumsal gücdür ki, bu şəxsin onda gücünə, fikirlərin həyata bir ətken olar. Böyük bir ətken olar. Ətken təsir, müəssir eləyən, təsir quzar. Müəssir olur. Təsir qoyar həyata. Toplumsal həyata, sosial həyata, həyat yaşam, ona deyir ki, farsça zindicanlıq. Deyir ona təsir, müsbət təsir qoyar.
Dostlar, keçirəm 8-ci səhifəyə. Fikir edirəm bir saatı keçdi. Mən bu 2 sətri oxuram, elə burada qutarım, qalsın gələn dəfəyə. Kollektiv təsəvvürlər, dedik kollektiv nədir, təsəvvürlər nədir? Coşqun krizlər sırasında, coşqun birisi qaynar, qələyanda olan, həyəcanda, əllərimlə görsədirəm camiədə. Coşqun krizlər də olur, ittifaqlar ki, məsələn, camiədə, məsələn, Türk-lə Farsın indi bir krizi var arasında. Kandidlər məsələsi bir krizdir bizim indi orada. Əlbəttə, kriz biraz da çatışmamazlıq, yəni iki fikir bir yerə gələnmir buna deyək. Sırasında da olur ki, həm dərtul farsça desək, həm də dərsəf. Sırasında çox şiddətli həyəcanlarla çərçivələnərək son dərəcə böyük bir qüdrət və güc qazanır. Pəs deyir ki, təsəvvürlər, kollektiv təsəvvürlər, o toplumsal düşüncə, kriz olanda, məsələn, krizlərdən İranda 2 dənə misal vurum. Biri, dedim, Türk-Fars məsələsi, ondan əlavə istəyirəm. Bu burs məsələsində insanların pulu aradan getdi. Bu bir böyük krizdir. İqtisadi krizdir. Bu 2 dənə görər də. Deyir, bunların sırasında çox şiddətli həyəcanlarla, bunların hamısı bəlli oldu, çərçivələnərək son dərəcə böyük qüdrət və güc qazanırlar. Pəs təsəvvürlər o zaman ki, bir gücə dayana, gələ camiyə təsir qoya və camiədə kriz olanda bir nəfər gələ deyək ki, məsələn, mən bu iqtisadı belə utaracağam. Məsələn, Türk-lə Farsın davasının sonucu belə olmalıdır və bu qəbul, gücə bir dayanaraq qəbul olursa, camiədə bunu təqəbbül eləsələr, deyir ki, özünə güc qazanar da, qüdrət qazanar. O fikir, o düşüncə. Kollektiv təsəvvürlərin bu biçiminə ölçü adı verilir. Türkçəsi nədir? Kollektiv təsəvvürün bunu istir deyə. Kollektiv təsəvvürlərin məcmusuna, hər şeydəki bir təsəvvürümüz vardır, biz düşüncəmiz var. Deyir, onun hamısına ölçü deyilir. Buradan görər, umaram ki, gələn dəfə 8-ci səfədən başlayaq və davam edək. Çox sağ olun məni eşitdiyiniz üçün. Əgər dostlarımız istəsələr, soru soruşsalar bu dərsə görə, bu kitaba görə, mən bunu bağlayayım, elə yenə də açım. Orada soruşun, əgər sorular olsa. Amma istəyirəm bunu seyv eləyək, sonra ora gedək. Görürəm, dostlarımızın 3 nəfər dostumuz var. İstəyirsiniz dostlar, o cürsə davam edək, yoxsa gecəz xeyir deyim sizlərə, gedin yatın. Gecəz xeyir olsun. Çox sağ olun. Təşəkkür edirəm. Dostlar əllərin bay-bay elədilər. Çox sağ olun. Təşəkkür edirəm. Xahiş edirəm ki, gedin kitab oxuyun. Çox sağ olun. Görüşmək üzrə.